Olsun. Hoş gördük hər birinizi. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Könül müəllimə. Axşamınız xeyir Könül müəllimə. Axşamınız xeyir müəllimə. Hoş gördük əziz müəllimlər hər birinizi. İnşallah ki, hər biriniz yaxşısınız. Şükür. Əziz müəllimlərimiz, sizinlə yeni mövzumuz məktəbə qədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsipləri idi. Gəlin başlayaq dərsimizə Esmira müəlliməmizlə. Axşamınız xeyir Könül müəllimə. Xoş gördük bir daha. Müəlliməmiz, əvvəlcə siz bizə deyirəm ki, uşaqlarda zəruri həyati bacarıqların, dəyərlərin formalaşdırılmasıdır. Söhbət hansı didaktik prinsipimizdən gedir? Mənim şəxsiyyət yönümlülük deyil mi? Düzdür. Demək, müəllimlər, mövzumuzu açar sözlərlə öyrənməyə çalışırıq. Qeyd elədim ki, uşaqlarda zəruri həyati bacarıqların, dəyərlərin formalaşmasıdır. Bəli, bu şəxsiyyət yönümlüdür. Əziz müəlliməmiz, indi bizə qeyd edin ki, şəxsiyyət yönümlülük dedikdə burada hansı komponentlər nəzərdə tutulur? Mənim 4 komponent nəzərdə tutulur. Bəli. İdrak, insiyyət, psixomotor bacarıqlar və bir də milli bəşəri dəyərlər. Ay, sağ ol. İdrak dəyərdə, yəni dərk etmək, anlamaq, qavramaq. Aha. Ünsiyyətdə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, sosiallaşmaq, fikrini çatdırmaq. Psixomotor bacarıqlar qaçmaq, tullanmaq, nəyisə canlandırmaq, təqlid etmək. Aha, yəni uşağın kiçik və böyük motorikasının inkişafı. Aha. Milli bəşəri dəyərlərdə də muzeylər, memarlıq nümunələri, Dəyərimiz, tariximiz. Düzdürmü? Bəli. Aha. Bəli müəllim. Demək, əziz müəllimlər, bir daha deyirəm, şəxsiyyət yönümlülük dedikdə nə başa düşülür? Baxın, hər kəs dünyaya bir fərd kimi gəlir, amma şəxsiyyət deyildi. Şəxsiyyət olmaq üçün bu 4 komponent bizdə formalaşmalıdır ki, bunları da az öncə müəlliməmiz sadaladı. İdrak, ünsiyyət, psixomotor bacarıq, milli bəşəri dəyərlər idi ki, hər biri haqqında, qısa məzmunu haqqında da məlumat verdi. İndi mən sizə situasiya verəcəm, sizə onu cavablandırmağa çalışın. Deyirəm, hansı didaktik prinsipin tələbinə görə uşaqlar ünsiyyətə girir, kontakt qurur. Mənim şəxsiyyət yönümlülükdə olur, değil mi? Sağ ol, bəli. Bəs hansı didaktik prinsipin tələbinə görə uşaqlar müəyyən bir mətni hafizə ilə, idrakla dərk edir, başa düşür, qavrayır, əsaslandırır? Mən bu da şəxsiyyət yönümlülükdə. Bəli. Niyə görə əziz müəllimlər şəxsiyyət yönümlülük? Çünki mən orada sizə açar sözləri göndərmişdim ki, bax şəxsiyyət yönümlülük dedikdə açar sözlərimiz qeyd olmuşdu ki, yəni bu situasiyalar aid olanı şəxsiyyət yönümlülükdə qeyd edin. Onlardan biri də idrak idi. Doğrudurmu? İdrac da beyinlə bağlıdır. Yəni uşağın anlaması, qavraması, idraki ilə bağlı olan məsələlər. Müəllim keçdiklərini həyatla əlaqələndirir. Bu zaman hansı didaktik? Bəli. İnteqrativlik müəllim. Doğrudur. Demək, müəllimlər, cümlədə əlaqələndirmək sözü sizin açar sözünüzdür. Müəllimə məsələn mövzu belə deyəcək. Tutaq ki, ətraf ailə məşğələsini keçir, daha sonra uşaqları həyata apararaq göstərir, keçdiyi mövzuya əsaslanaraq. Bax, bu müəllimənin etdiyi inteqrasiyadır. Oldu mu? Bəli. Bəli. Bəs hansı prinsipə əsasən uşaqlara seçim haqqı verilir? Hansı didaktik prinsipimizə əsaslanaraq? Mənim bu uşaq yönümlülük prinsipindədir. Mənim uşaqlara seçim haqqı. Düzdür. Seçim verirəmsə, uşaqlar bugün sizə qoğalın nağılını danışım, cırtdanın nağılını danışım, yoxsa şəngülüm, şüngülümün nağılını danışım. Oldu mu? Seçim haqqı verirəmsə, bəli, əziz müəllimlər, bu uşaq yönümlüdür, açar sözümüzdür. Amma müəlliməmiz desəydim ki, seçimini izah et, şərh et desəydim, seçimini izah et, şərh et desəydim, Mənim şəxsiyyət yönümlülük olacaqdı. Bəli, artıq şəxsiyyət yönümlü olacaqdı. Yəni bu günlərim sən tutaq ki, cırtdanı seçdin. Deyirəm ki, seçimini izah et. Niyə görə cırtdanın nağılını seçdin? Oldu mu?
Aha, bax onu demək istəyirəm. Bunu bilən uşaq da artıq şəxsiyyət yönümlüdür. Yaxşımı? Bəli müəllim. Bir də siz mənə deyin görüm hansı didaktik prinsipə görə deyirəm ki, təhsil proqramının məzmununda fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Tələb yönümlü. Aha, doğrudur. Tələb yönümlülüyün açar sözlərini qeyd edək. Müəllim, tələbləri nəzərə almaq, İKT bacarıqlarına yiyələnib onlarla dərs keçmək, Aha. dövrlə ayaqlaşmaq. Ay sağ ol, dövrlə ayaqlaşmaq düzdür. 21-ci əsr bacarıqlarına malik olmaq, interaktiv təlim metodlarına, interaktiv müəllimlər, yeni metod, yeni üsullar deməkdir. Oldu mu? Bu da, bəli. Sonra video roliklərlə məşğələ keçmək, tələb yönümlü deyə bilərəm. Bəli, müəllimə. Baxın, bir də o məsələyə aydınlıq gətirəm. Mən sizə sual versəm ki, müəllimə illüstrasiyalarla, şəkillərlə məşğələ keçir. Hansı didaktik prinsipin tələbinə görə nə deyəcəksiniz? Sağ yönümlülük olacaq Ay, müəllimə. sağ ol. Amma desəydim ki, video roliklərlə məşğələ keçir. Bu tələb yönümlülük Ay, olacaq sağ müəllimə. ol. Afərin. Bu isə tələb yönümlü. Yaxşı, bir də bu sualıma cavab verin. Müəllim təlim zamanı uşaqlara proqramı mənimsətməyə çalışır. Bütün üsullardan istifadə edir. Amma uşaqların maraqları nəzərə almır. Bu zaman hansı prinsipi pozur? Uşaq yönümlülüyü müəllimə. Uşaqların Bilmədim. Bəli. Sadəcə situasiya geniş verə bilərəm sən, amma bu situasiya çaşdırmasın. Bir daha situasiyanı deyirəm sizə. Müəllim deyirəm təlim zamanı uşaqlara proqramı mənimsətməyə çalışırsan. Bütün üsullardan istifadə edirsən, amma ki uşağın marağını nəzərə almırsan. Bu zaman deyirəm hansı pozursan. Yəni marağını nəzərə almırsansa, pozduğun prinsipi soruşuram. Bu da uşaq yönümlülüyünün pozulmasıdır. Düzdür? Ay, sağ ol. Təşəkkür edirəm sizə. Afərin. Çox sağ olun. Müəllim, bir sual da verim müəllimə sizə. Burada şəxsiyyət yönümlülükdə də mənim idrak var, bir də inkişaf yönümlülükdə də idraki inkişaf var. Ay, idraki fəallıq var. İndi gəlin onu da aydınlaşdıram sizə əziz müəllimlər. Testlərdə ipuçlarını, çar sözlərlə necə? Deyirəm. Şəxsiyyət yönümlülüyün tərkibində olan idrak uşaqla bağlıdır, uşaqla. Yəni ki, uşağın anlaması, qavraması idraki ilə bağlı olan məsələdir. Məsələn, situasiyada mən sizə verəcəm ki, uşaq müzakirələrdə iştirak etmir. Hansı didaktik prinsipin tələbi pozulub və yaxud da tərbiyəçi bunu uşaqda formalaşdırmayıb, deyəcəksən şəxsiyyət yönümlü. Niyə əsaslanaraq? Çünki şəxsiyyət yönümlünün tərkibində olan idrakla bağlıdır bu. Oldu. Yəni ki, sualımızda uşaq, məsələn, müəllimə nağıl danışır, uşaq nağılı yadda saxlaya bilmir. Yəni da hansı didaktik prinsipimizin tələbi olsun. Şəxsiyyət yönümlü. Demək, belə əsaslanırıq ki, yəni keçdiklərimizə əsaslanaraq, nümunələrə əsaslanaraq. Bax, şəxsiyyət yönümlünün tərkibində olan idrak uşağın anlaması və qavraması ilə bağlıdır. Oldu mu? İndi keçirik inkişaf yönümlüdəki idraka nümunə çəkəcəm. İnkişaf yönümlüdəki idrakin açar sözü idraki fəallıqdır. Bu nə deməkdir? Burada öhdəlik müəllimənin üzərinə düşür. Yəni, müəllim mövzunu keçdikdən sonra uşağı sual-cavab etməlidir. İşçi vərəqi verməlidir. Uşağı qiymətləndirməlidir. Oldu mu? Və bunu etmirsə, bu zaman inkişaf yönümlü pozulub. Yaxşı? Demək ki, burada öhdəliyimiz düşür müəllimənin üzərinə. Yaxşı, şəxsiyyət yönümlüdəki idrak isə uşaqla bağlıdır, müəllimlə yox. Yaxşımı? Yəni, situasiyamız belə veriləcək sizə. Tərbiyəçi müəllim çox gözəl məşğələ keçir, amma uşağa işçi vərəqi vermir. Bəli müəllim. Nə pozuldu? İnkişaf yönümlü. İnkişaf yönümlülükdə pozuldu. Bunu belə başa düşün ki, bir növ məşğələnizin tətbiq etmə mərhələsi gələcək dərslərdə bunu keçəcəyik mən sizə. Məşğələnin sonuncu mərhələsidir, tətbiq etmə. Mahiyyət etibarilə məzmun etibarilə nədən ibarətdir? Yəni ki, uşağa keçdiyin mövzuya əsaslanaraq, uşaqların bilik və bacarığını yoxlamaq üçün sən uşaqlara tapşırıq verirsən. Oldu mu? O tapşırığın verilməsi uşağı inkişaf etdirir. Bəli. Oldu mu? Ay, sağ ol. Oldu müəllim. Çox sağ olun müəllimə. Siz sağ olun əziz müəlliməmiz. Buyurun. Daha sonra Sevinç müəlliməmizlə davam edək. Sevinç Əliyeva yazılan müəlliməmiz. Sevinç Əliyeva yazılan müəlliməmiz. Xoş gördük müəlliməmiz.
Sevinç, Sağ olun müəllimə. Sevinç müəlliməmiz, siz bizə deyin. Bəli. Deyirəm ki, müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Söhbət hansı didaktik prinsipdən gedir? Bu varislikdən gedir müəllimə. Düzdür. Varislik tamamlama. Təlimin məzmun komponentlərinin əlaqələndirilməsidir. Bu da inteqrativlikdən gedir. Əlaqələndirmə, tərbiyyəçi inkişaf sahələrində burada mövzuları əlaqələndirir. Bir de inteqrasiya edir də müəllimə Məzmunun burada. əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsidir. Müəllimə bu əvvəlcədən inkişaf ilin əvvəl nəticə yönümlülükdədir. Əlbəttə ki, cümlədə əziz müəllimlər əvvəlcədən sözü varsa, bu nəticə yönümlü didaktik prinsipin açar sözüdür. Düzdür müəllimə. Əvvəlcə ilin sonunda əvvəl planlaşdırma öncədən. Bəli. Müəllim əlində olan gündəlik proqramla təlimini keçir. Və bu mövzu barədə uşaqlara sual-cavab etmir. Bu zaman müəllim hansı prinsipi pozur? Müəllimə, burada inkişaf yönümlülüyü pozur da. Müəllimə sual-cavab eləmirsə də qiymətləndirmə aparmaqda müəllimə. Aha. İnkişaf yönümlünün açar sözləri hansıları oldu qeyd edək? Müəllimə, burada inkişaf yönümlülüyü 4 şey var. Burada biri formativ, summativ qiymətləndirmə aparmaq. İndi onun adı Sonra, bizdə inkişafın izlənilməsi yekun hesabatdır. Yekun hesabatdır. Yekun hesabatdır. Ha? Daha sonra biri idrakdır, idrakin inkişafı, idraki fəallıq. Biri nailiyyətin təhlili, uşaqların qiymətləndirilməsi. Uşaqların qiymətləndirilməsidir. Bəli. Sonda qiymətləndirmə aparmaq var. Bax, bir doğru müəllimə. Yaxşı. Müəllim uşaqların idraki fəallığını yoxlayır. Təhsil nailiyyətlərini davamlı şəkildə təhlil edir. O hansı prinsipə əməl edir? Uşaq yönümlülüyə də Diqqətli olun. Yox. Müəllim uşaqların idrak fəallığını yoxlayır. Təhsil nailiyyətlərini davamlı şəkildə təhlil edir. O hansı prinsip? Bu inkişaf yönümlü. İnkişaf yönümlü. Ki açar sözlərimiz vurğulandı. Bəli, əlbəttə inkişaf yönümlüdür. Nailiyyətin təhlili orada bizim açar sözümüz. Bəli, bu inkişaf yönümlüydür. Yaxşı. Deyirəm ki, müəlliməm, tərbiyəçi müəllim rəqəmləri keçmədən, sayma əməlləri üzrə təlim keçmədən uşaqlara birdən-birə hesab əməllərini öyrədir. Bu zaman pozduğu prinsip. Müəllim rəqəmi keçmirsə, sayma əməlləri üzrə heç bir təlim keçmirsə, birdən-birə uşağa hesab əməllərini öyrədirsə, bu zaman tərbiyəçi müəllimin pozduğu didaktik prinsip. Burada müəllimə, bu da pozursa da uşağın uşaq yönümlüdür də müəllimə. Yox, diqqətlə qulaq asın. Müəllim rəqəmi keçmir. Sayma üzrə heç bir təlim keçmir. Birdən-birə uşaq. İnkişaf yönümlü müəllimə, bu da inkişaf yönümlüdür. Yox, elə yox. Kim deyər? Səsinizi açıb cavab verə bilərsiniz. Doğru cavabı kim verə bilər? Zəhmət olmasa sən. Müəllimə bu. Hansı? Uşaq yönümlü. Yox, uşaq yönümlü deyil. Başqa fikri olanlar. Varislik. Bəli, varislik kim dedi? Hansı müəllimə dedi? Başa düşdüm müəllimə. Düz deydiniz. Əsma müəllimə dedi. Müəllimə, siz nə dediniz? Bu sadədə mürəkkəbə düzdür müəllimə? Yox, mən o sözü demədim də. Yəni siz hər dəfə sadədə mürəkkəbə sözü deyilməyə bilər. Amma mən sizə məzmun verdim, situasiya verdim sizə. Müəllim rəqəmi keçmədi. Sayma əməlləri üzrə təlim keçmir, hesab öyrədirsən sən. Halbuki sən birinci rəqəmləri əşyalar üzərində öyrətməli idin. Və sən bunu öyrətmədən sadədə mürəkkəbə prinsipinə əməl etmədin sən. Ona görə də müəllimlər situasiyalarda diqqətli olun ki, məzmun etibarı nədən gedir? Uşaq yönümlü nə zaman deyəcəksiniz? Maraqlara əsaslanaraq. Deyəcəm ki, məsələn, uşağın potensialı nəzərə alınır. Uşağın marağı nəzərə alınır. Kiçik motorikası nəzərə alınır. Cümlədə nəzərə alınmaq sözü varsa, bu uşaq yönümlüdür. Yaxşı. Bu uşaq yönümlüdür.
Müəllimə uşağın kiçik motorikasını inkişaf etdirirəmsə, hansı didaktik prinsipin tələbinə görə? Şəxsiyyət yönümlüdür müəllimə. Kiçik psixomotor bacarıqları, uşaqların kiçik, böyük motorikası. Motor bacarıqlarını nəzərə alıramsa? Nəzərə almaq bu şəxsiyyət uşaq yönümlüdür. Uşaq yönümlüdür, bəli. Müəllim çox gözəl məşğələ keçir. Amma ilin sonunda uşaqda hansı nailiyyətlər əldə edəcəyini bilmir. Bu inkişaf yönümlüdür. İnkişaf yönümlü. Yox, diqqətli olun. Müəllim çox gözəl məşğələ keçir. Amma ilin sonunda Nəticə yönümlüdür. Düzdür? bəli. Demək müəllimlər, gəlin buna da aydınlıq gətirim. Deyə bilərsiniz ki, müəllimə, dinləyə zəhmət olmasa, deyə bilərsiniz ki, müəllimə, burada nailiyyət var idi, mən ona görə inkişaf yönümlü seçdim. Amma bir açar sözümüz var, diqqətli oluruq. Müəllimə ilin sonunda uşaqda hansı nailiyyət əldə edəcəyini bilmir. İlin sonu bir növ perspektiv planlaşdırma ilə üst-üstə düşür, uyğunlaşır. Demək, müəllim nəticəli müəllim deyil. Müəllim hədəfinə çata bilmir. Müəllim məqsədinə çata bilmir. Bax, ona görə deyirəm ki, tərbiyəçi müəllim nəyi pozdu? Nəticə yönümlülüyünü pozdu. Ona görə birinci inkişaf yönümlü götürmək istədim, demək istədim. Amma sonra ilin sonu deyəndə ona görə müəllimə nəticə yönümlü. Yaxşı. Bir də bu sualıma cavab verin. Tərbiyəçi müəllim uşaqlara, məsələn 28 may Respublika günü ilə bağlı tədbir keçirdir. Xalq rəqsləri ifa olunur. Bu hansı didaktik prinsipin tələbinə görədir? Şəxsiyyət yönümlüdədir, müəllim, milli bəşəri dəyərlər. Doğrudur. Şəxsiyyət yönümlümüzdür. Bəli, bu da milli bəşəri dəyərlərdə qeyd olunub. Doğrudur. Təşəkkür edirəm sizə. Çox sağ olun. Sağ olun. Çox sağ olun qardaş. Sübhanə müəlliməmiz. Sübhanə Əliyeva yazılan müəllimə. Yəni bundan sonra bir müəllimədən sonra eləyə bilərəm. Olar, əlbəttə olar. Narahat olmayın. Buyurun. Təranə müəlliməmizlə davam edək. Salam müəllimə. Xoş gördük Təranə müəllimə sizi. Təranə müəlliməmiz, əvvəlcə bizə qeyd edin. Deyirəm ki, hansı didaktik prinsipə əsaslanaraq məzmunun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən edilməsidir. Məzmunun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Bu inkişaf yönümlüdür. Bəlkə nəticə yönümlüdür. Cümlədə əvvəlcədən sözü varsa ola bilər nəticə yönümlü. Ola bilər. Bəli. Bugün hazırlaşa bilməmişəm ona görə. Kömək edəcəm sizə. Deyirəm ki, müəlliməm, tərbiyəçi müəllim təlimin məzmun komponentlərini əlaqələndirirsə, hansı didaktik prinsipin tələbinə görə məzmun komponentlərini əlaqələndirirsə, cümlədə əlaqələndirmək sözü varsa, bu hansı didaktik prinsipimiz ola bilər? İnkişaf yönümlü. Bəlkə integrativlikdir, inteqrasiyadır. İnteqrasiya. Ola bilər? Yaxşı. Deyirəm ki, müəlliməm, uşaq hərəkə olaraq passivdir. Hərəkətləri icra etmir. Uşaqda hansı didaktik prinsip formalaşmayıb? Passivdir uşaq. Hərəkə olaraq passivdir. İnkişaf eləmir də uşağın. İnkişaf yönümlü yoxsa şəxsiyyət yönümlü? Məncə psixomotor bacarıqları zəifdir də. Açar sözlərdə qeyd elədim. Psixomotor bacarıqları. Bu şəxsiyyət yönümlü. Və yaxud da desəydim ki, müəlliməmiz, uşaq müzakirələrdə iştirak etmir. Bu zaman hansı didaktik prinsipin tələbi? İnkişaf yönümlü. Yox, müzakirədə də iştirak etmirsə şəxsiyyət yönümlüdür. Çünki uşağın idraki zəifdir. Qavraması zəifdir. Qavraya bilmir də uşaq. Uşaq qavraya bilmir də bu şəxsiyyət yönümlü. Düzdür. Tərbiyəçi müəllim uşaqlara ətraf mühiti qoruyaq mövzusunda məlumat verdikdən sonra onları həyətə çıxarır və birlikdə toplantıları yığırlar. Tərbiyəçi müəllim uşaqda hansı didaktik prinsipi formalaşdırır, yəni tələbinə əməl edir? O uşağın
Əlbəttə ki, inteqrasiya olar, özünüz dediniz ki, təlimi müəllimə inteqrasiya. Və yaxud da deyəcək ki, tərbiyəçi müəllim fiziki mədəniyyət məşğələsində musiqi sədaları altına reallaşdırır. Elə mən heyləkçi inteqrasiyalar. Bax, bu inteqrativlikdir. Yaxşı. Bəli, inteqrativlikdir. Didaktik prinsiplərdən inteqrativlikdir. İnteqrativlikdir, bəli. İnteqrasiya edirsənsə, bu inteqrativlikdir. Bəli, didaktik prinsiplərimizdən. Hansı didaktik prinsipin tələbinə görə dedim ki, uşaqlar özlərini ifadə edirlər, ünsiyyətə girirlər? Hansı didaktik prinsipin tələbinə görə? Bax, ünsiyyətə girmək varsa, özünü ifadə varsa, hansı didaktik prinsipin açar sözüydü? Bax, açar sözlər qeyd eləmişdim sizə. Şəxsiyyət yönümlü olar, çünki şəxsiyyət yönümlü ünsiyyət var idi. Düzdürmü? Bəli, şəxsiyyət yönümlü. Qavrayır da, qavraya bilmir də şəxsiyyət yönümlükdə uşaq müəllimə. Şəxsiyyət yönümlükdə müəllimə, bax 4 dənə komponent var. İdraç demişdim, ünsiyyət demişdim, psixomotor bacarıq, milli bəşər dəyərlər. İdraç dedik ki, az öncə şəxsiyyət yönümlü anlama ilə, qavrama ilə bağlıdır. Demək, sənə verilən situasiyalar anlama, qavrama ilə, yaddaşla bağlıdırsa, şəxsiyyət yönümlü deyəcəksən. Ünsiyyət necə olacaq? Uşaq ünsiyyətə girməyə cəhd etmir, əməkdaşlıq etmir, kontakt qurmur, özünü ifadə edə bilmir. Deyəcəksən ki, şəxsiyyət yönümlüdür da. Çünki ünsiyyəti mən orada qeyd eləmişəm sənə açar söz kimi. Sonra, psixomotor bacarıq nədir? Kiçik motorikası zəifdir, musiqi alətlərində çala bilmir. Oldu mu? Bunlar hamısı psixomotor bacarıqdır. Kiçik motorika, böyük motorikanın inkişafı. Bir də var milli bəşəri dəyərlər. Milli bəşəri dəyər nədir? Tariximiz, dəyərimiz. Məsələn, tərbiyəçi müəllim tutaq ki, tarixi abidələrimiz haqqında uşaqlara məlumat verir. Hansı didaktik prinsipin tələbinə görə nə deyəcəksiniz? Məncə milli bəşəri dəyərlər, tariximiz, şəxsiyyət yönümlü. Çünki milli bəşəri dəyərlər tariximiz əks etdirir. Dəyərlərimiz. Bəli. Tərbiyəçi uşaqları Qız qalasına, İçəri şəhərə aparır. Hansı didaktik prinsipin tələbinə görə? Uşaq yönümlüdür. Yenə də şəxsiyyət yönümlü. Çünki milli bəşəri dəyərlər, tariximiz, bugün o Qız qalasıdır, İçəri şəhərdir, Şirvanşahlar sarayıdır. Düzdürmü? Bizim dəyərlərimizdir, bizim tariximizdir. Ona görə milli bəşəri dəyərlər dedikdə tariximizə aid olan situasiyaları götürəcəksən şəxsiyyət yönümlü. Sadəcə sizin üçün kiçik-kiçik konspekt formasında açar sözləri, bax onun üçün qeyd eləmişəm ki, o açar sözlərə diqqət edin. Onu bilən müəllim situasiyanı rahat şəkildə biləcək. Sonra, hansı didaktik prinsipin tələbinə görə uşağın portfilosu tutulmalıdır? O uşaq yönümlükdür da müəllimə, portfilo tutulması. Portfilo biz sizdən nəzəriyyələrdə öyrəndik. Emilə nəzəriyyəsinin tələbidir. Orada ilk dəfə uşağa aid, uşağın inkişafına aid. Məzmununa baxın, tapacaqsınız. Portfilo ilk dəfə Emilə tərəfindən irəli sürülmüşdü. Orada adının flowchart idi. Fleksiyə uğramış söz idi, köhnəlmiş bir söz idi. Portfilonun əhəmiyyəti uşağın inkişaf dinamikasını dərk etməyə imkan verir. Demək ki, inkişaf sözü var burada. İnkişaf sözü. İnkişafını dərk etməyə mənə imkan verirsə, inkişaf yönümlü olacaq da adı ilə bağlı. Oldu mu? Aha. Və bugün müəllimə çox gözəl məşğələ keçir. Amma məşğələnin sonunda uşağa tapşırıq vermir, sual cavab etmir. Pozduğu didaktik prinsip. Bu sonunda vermirsə, bu inkişaf yönümlü olar. Bəli, inkişaf yönümlü. Uşaq müəllimə onu sonunda qiymətləndirməlidir uşağı. Bu da inkişaf etdirməlidir. Demək ki, məzmun etibarilə nailiyyətlərin təhlili varsa, qiymətləndirmə ilə bağlı situasiya varsa, biz onu aparıb qoyacaq inkişaf yönümlüyə. Məsələn, sualda fərqli formada da verə bilərdik ki, müəllimə məşğələ keçir, amma işçi vərəqləri uşaqlara vermir. Oldu mu? Və yaxud da idraki fəallığını artıran tapşırıqlar vermir. Bu olacaq inkişaf yönümlü. İnkişaf yönümlüdür. Burada müəllimin üzərinə düşür da. Aha, bəli. Burada öhdəlik müəllimənin üzərindədir. Öhdəlik müəllimin üzərinə düşür. Bəli. Amma şəxsiyyət yönümlülükdə isə idrak
İnkişaf yönümlülükdə müəllimin üzərinə düşür. Şəxsiyyət yönümlülükdə isə uşaqlarla bağlıdır. İdrak uşaqlarla bağlıdır. Aha, məsələn, uşaq tərbiyəçi çox gözəl nağıl danışır, amma uşaq nağılı yadda saxlaya bilmir. Saxlamırsa bu uşaq şəxsiyyət yönümlülük. Bəli, ay sağ ol. Bu artıq şəxsiyyət yönümlülük deyə qeyd edirik. Orqanizmin möhkəmləndirilməsi üçün aparılan tədbirlər hansı didaktik prinsipin tələbinə görə idi? Orqanizmin Orqanizmin möhkəmləndirilməsi üçün aparılan tədbirlər bu fiziki yenə şəxsiyyət yönümlü olarmı? Zəruri həyati bacarıqlar, dəyərlər formalaşdıran ola bilərmi? Bəli, müəllimə, Ay sağ ol. Bəli. Orqanizm möhkəmləndirir. Yaxşı. Deyirəm ki, açıq havada məşğələ keçəcəyini planlayan müəllim öncədən hazırlıq edir. Hansı didaktik prinsipin tələbinə görə? Öncədən hazırlıq varsa, müəllimənin inkişaf yönümlüdür. Məncə nəticə yönümlüdür, nəticəli müəllimdir də. Produktiv müəllim, nəticəli müəllim, planlı müəllim, icmallı müəllim, hədəfə çatır, məqsədinə çatır və öncədən əvvəlcədən eynanlaşdır. Deyirəm ki, açıq havada məşğələ keçəcəyini planlayan müəllim öncədən hazırlıq edir. Demək, müəllim necə müəllimdir? Nəticəli müəllimdir. Nəticə yönümlüdür, bəli, müəllim. Bu sualıma da cavab verin. Hansı didaktik prinsipin tələbinə görə dedik ki, uşaqların maraqlarının, fiziki, əqli inkişaf səviyyəsinin nəzərə alınmasıdır? Uşaq yönümlülükdür da bu müəllim. Ay sağ ol. Cümlədə nəzərə almaq varsa, nəzərə almaq varsa. Mən bu dərsə baxma, görməmişəm, girməmişəm müəllimə, bilməmişəm, başa düşməmişəm telefonda necə girməyə. Ona görə rahat cavablar olmadı. İndi bu gün davam edək indi Şəfiqə müəlliməmizlə. Şəfiqə müəllimə. Axşamınız xeyir müəllim. Xoş gördük müəlliməmiz. Siz bizə deyin, hansı didaktik prinsipin tələbinə görə deyirik ki, uşaqlarda təhsil nailiyyətlərinin davamlı təhlili, qiymətləndirilməsi, uşaqlarda bilik, bacarıq, vərdişlərinin inkişafının təmin olunmasıdır? Nəticə yönümlü, İnkişaf yönümlü, bəli. Müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Bir-birini tamamlama varsa açar sözümüzdür. Yəni ki, müəllimin keçdiyi mövzu uşağın yaşına uyğun olmalıdır. Situasiyada bunu sizə necə verəcək? Deyəcək ki, müəllim mövzunu uşağın yaşına uyğunlaşdıra bilmir. Hansı didaktik prinsip pozulub? Deyəcəksən varislik. Varislik. Qeyd edin onu. Çünki bəzən müəllimlər yaşın nəzərə alınması başqadır. Bu uşaq yönümlüdür. Bir də var ki, mövzunu uşağın yaşına uyğunlaşdıra bilmirsən. Başqa cür situasiyada imtahana salmış suallardan biridir. Deyir ki, böyük qrupa keçirilən məşğələni tərbiyəçi müəllim orta qrupada keçdi. Hansı didaktik prinsipin tələbi pozuldu? Bax, burada da varislik pozuldu. Çünki müəllim uşağın yaşına uyğun tapşırıq icra etmədi, vermədi uşaqlara. Düzdürmü? Mövzusunu reallaşdırmadı. Ona görə də açar sözümüzdür. Mövzunu uşağın yaşına uyğunlaşdırmaq varislikdir. Yaxşı? Bəli. Varisliyin başqa mı? Bəli, sonda uşağın yaşını nəzərə alırsa bu uşaq yönümlülüyü olur. Yaşını nəzərə almaq uşaq yönümlüdür, bəli. Sadəcə desə ki, tərbiyəçi müəllim uşağın yaşını nəzərə alır. Bu uşaq yönümlüdür. Çünki nəzərə almaq sözünə görə uşaq yönümlüdür. Bir də var ki, situasiya verilir sənə ki, mövzunu yaşa uyğun seçmək. Mövzu bizim işimizlə bağlıdır, işimizin icrasıdır. Elə mövzu seçməliyik ki, uşağın yaşına uyğun olsun. Elə şeir seçməliyəm ki, elə nağıl seçməliyəm ki, başa düşülən olsun. Uşaqlar onu mənimsəyə bilsin, öyrənə bilsin. Oldu mu? Bax, bu varislikdir. Çünki varislikdə sadədən mürəkkəbədir. Hətta az öncə bir sual verdim. Siz situasiyada rəqəmləri keçmədin. Sayma əməlləri üzrə heç bir təlim keçmədin. Birdən-birə hesab öyrətdin. Bu da situasiyalardan biri idi ki, varisliyin pozulması idi. Çünki asandan çətinə getmədin və yaxud da sadədən mürəkkəbə getmədin. Sən birdən-birə çətinlə başladın. Oldu. Bu zaman varisliyin pozulmasıdır biz deyirik. Yaxşı. Hansı didaktik prinsipin tələbinə görə deyirik ki, təhsil proqramının məzmununda fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır?
Burada tələblər varsa müəllimə tələb yönümlü. Ay, sağ ol. Bir də bu sual verə bilərsiniz ki, müəllimə dediniz nəzərə almaq uşaq yönümlüdür. Bu istisnadır, çünki tələb yönümlünün nəzəri biliyə əsaslanan hissəsidir ki, fərdin, cəmiyyətin, dövlətin tələbi deyəndə, bax bu gün siz dövlətin tələbini nəzərə alaraq təlimlərə qoşulursunuz ki, gələcəkdə sertifikasiya imtahanı olacaq, düzdürmü? Və hər kəs təlimlərə qoşulur, biliyinə bilik qatır, düzdürmü? Düz. Bəli, bax dövrün tələbi ilə ayaqlaşaraq biz bunu edirik. Yaxşı. Deyirəm ki, tərbiyəçi müəllim qrupda daha çox maddi imkanı çox olan uşaqlara vaxt ayırır. Bu zaman hansı didaktik prinsipin tələbi pozulur? Maddi imkan nəzərə alınır. Yox, nəzərə alır demədim. Tərbiyəçi dedim daha çox maddi imkanı çox olan uşaqlara vaxt ayırır. Bu zaman tərbiyəçi müəllim hansı didaktik prinsip? Yəni uşaq yönümlülüyü. Sağ ol. Bəli. Hamıya fərd, yəni necə deyim, bərabər imkanları qorumalı idi tərbiyəçi. Bəli. Uşaq Düzdürmü? Bəli. Ay, sağ ol. Deyirəm tərbiyəçi daha çox təlim zamanı fəal uşaqlarla işləyir. Hansı ki, asosial uşaqlardır, təlimdən kənar saxlayır. Bəli, uşaq yığma. Demək, situasiyalarda nəyə diqqət edirsiniz? Bərabər imkanlar pozulubsa, imtahanda situasiyalar fərqli olacaq. Sən gördün ki, bərabər imkan pozulubsa, demək uşaq yönümlüdür. Oldu mu? Tərbiyəçi deyirəm ki, uşağı məcburi şəkildə kollektiv işə sövq etdi. Bu da uşaq yönümlülükdür. Demək, onda belə nəticəyə gəldik ki, məcburiyyət varsa da uşaq yönümlü pozuldu. Bəli, uşaq yönümlülük pozulur. Ay, sağ ol. Demək, bərabər imkanlar pozuldusa, məcburiyyət oldusa, uşaq yönümlü pozulmuş oldu. Tərbiyəçi nağılı səhnələşdirən zaman öz seçiminə əsasən uşağa rol verdi. Tərbiyəçi nəyi pozdu? Yenə uşaq yönümlülükdə uşaqlara seçim vermir. Seçimi kimə verməli idi? Uşağa. Uşaqlara. Düzdürmü? Uşaqlara verilməli idi. Öz etməli deyildi. Deyirəm ki, müəllim uşaqlara məşğələni maraqlı, əyləncəli etmək üçün riyaziyyat məşğələsinə rəngli toplarla sayma oyunu təşkil etdi. Burada yenə müəllim uşaq yönümlülükdür. Yəni uşaqların meyl və maraqlarını nəzərə alır da. Əyləncəni təmin etmək üçün riyaziyyat məşğələsində rəngli toplarla sayma. Çünki burada yenə də məsələn başqa bir sual verə bilərdim ki, sizə. Tərbiyəçi əyləncəni təşkil etmək üçün uşaqları ekskursiya apardı. Yenə də nə olacaqdı? Öncəlik əyləncə varsa, uşaq yönümlü olacaqdı. Düzdür? Bəli. Müəllim, deyirəm ki, tərbiyəçi müəllim hər bir uşağın marağına, inkişaf səviyyəsinə uyğun fəaliyyət seçir. Hansı didaktik prinsipin tələbinə görə? Bu yenə uşaq yönümlülükdə müəllim uşaqların inkişafını nəzərə alır da. Müəllim uşaqlara sual verir. Məqsəd isə uşaqları müzakirələrə qoşularaq özlərini ifadə etmə bacarıqlarını formalaşdırmaqdır. Hansı didaktik prinsipin tələbinə görə? Müəllimə, burada məqsəd varsa, nəticə yönümlülükdür. Yox, elə deyil də. Müəllim uşaqlara sual verir. Məqsəd uşaqların müzakirələrə qoşularaq özlərini ifadə etmək bacarıqlarıdır. Bəlkə şəxsiyyət yönümlüdür. Demədim, müəllim əvvəlcədən məqsəd qurub, elə demədim. Deyirəm, müəllim uşaqlara sual verir. Bunu baxın, görün. Məqsəd uşaqların müzakirələrə qoşularaq özünü ifadə etmə bacarıqlarını formalaşdırmaqdır. Demək, öncəliyimiz nə oldu? Bu şəxsiyyət yönümlülük. Müəllim burada idrak kimi götürülür, yoxsa ünsiyyətə cəlb eləmək kimi götürülür? Yox, şəxsiyyət yönümlü müzakirə idrakla bağlıdır. Uşaq özü axı müzakirə edir. Dedim axı, müzakirələrə qoşulmaq, əsaslandırır, sübutlar gətirir, argument gətirir, uşaq da idrakla bağlıdır. Yaxşı mı? Anlama, qavramadır. Müəllim uşaqların maraq və təşəbbüsünü nəzərə alaraq onlara kiçik qruplara bölüb sərbəst oyunlara yönəldir. Hansı didaktik prinsipin tələbinə görə? Maraq meyil varsa yenə uşaq yönümlü olmalıdır da. Ay, sağ ol. Düzdür. Müəllim uşaqlara illik plan üzrə ardıcıl şəkildə işləyir və sadədən mürəkkəbə prinsipini əməl edir. Bu varislik. Ay, sağ ol. Artıq bildik. Varisliyin açar sözü idi. Doğrudur? Bəli. Dedim ki, müəllim çox gözəl məşğələ keçir, amma ilin sonunda uşaqda hansı nailiyyətlər əldə edəcəyini bilmir. Bu nəticə yönümlülük olur da. Az öncə dedik, bəli. İlin sonu varsa, bəli. Amma desəydim ki, müəllim məşğələsini keçir, amma sonda uşaqları sual-cavab etmir. Bu inkişaf yönümlülük olur da.
Müəllimə, diaqnostik qiymətləndirmə aparmaq hansı didaktik prinsipin tələbinə görədir? Uşaq yönümlülükdür. Ay, Formativ olma, inkişaf yönümlülük. formativ, bizdə o adların inkişafın izlənilməsi, bir də yekun hesabatdır. Bəli, bunlar da inkişaf yönümlüdür. İnkişaf yönümlülük, bəli. Aysa, inkişaf yönümlüdə qeyd edirik. Diaqnostik qiymətləndirmə də niyə üçün müəllimlər uşaq yönümlüdür? Çünki diaqnostik qiymətləndirmənin məqsədi uşaqların meyl və maraqlarının, düzdürmü, yaşadığı mühit haqqında, Bəli. dünya görüşü haqqında məlumat almağa imkan verir. Bax, onun üçün. Yaxşı? Ay, sağ ol. Təşəkkür edirəm sizə. Bir də Afərin. müəllimə, mən onu belə başa düşürəm ki, yəni diaqnostik qiymətləndirmə uşağın özündə nə varsa biz onu ondan ala bilirik də. Amma inkişaf etdir. O sizlə bağlıdır, bəli. O bizlə bağlıdır. Yəni biz ona vermişik, indi verdiyimiz. Belə deyim, sizə gələcək dərslərdə öyrədəcəm bunu sizə. Diaqnostik qiymətləndirmə uşaq qrupa yeni gələrsə, müəllim qrupa yeni təyin olunarsa, bir də ilin əvvəlində, yəni sentyabr, oktyabr aylarında aparılan qiymətləndirmədir ki, qrup dəyişilir, düzdürmü? Və müəllim ilin əvvəlində uşağa bir növ bunu belə başa düşün. Həkimə gedirsən, həkim sənə diaqnoz qoyur ki, xəstəliyin nədir? Uşaq da qrupa yeni gəlirsən, onda diaqnoz qoyursan ki, onun potensialı nədir? Bax, onun üçün biz onu uşaq yönümlü edərik. Düzdür? Amma inkişafın izlənilməsindən yekun hesabat isə inkişaf yönümlü də qeyd edilir. İnkişaf yönümlü. Ay, sağ ol. Təşəkkür edirəm sizə. Uğurlar. Çox sağ olun. Bəli. Müəllimə salam. Samirə müəllimə deyib, olar mən də sual cavab edəyəm. Əlbəttə olar, niyə olmur? Deyir, elə bildim hələ yaxşı öyrənməmişəm çünki işdəydim. Amma indi sual cavabı bəlkə də düzələr. Aha, yaxşı, baş üstə. Demək, əziz müəllimimiz, siz bizə deyin. Deyirəm ki, uşaqların meyl və maraqlarının nəzərə alınmasıdır. Söhbət hansı didaktik prinsipdən gedir? Maraqları Nəzərə almaq. Bax, cümlədə nəzərə. Bəli, ay sağ ol. Uşaqlarda zəruri həyatı bacarıqların formalaşdırılmasıdır. Zəruri həyatı bacarıqlar varsa, dəyərlərini də deyə bilər. Bu da uşaq yönümlüdür. Məncə bu şəxsiyyət yönümlüdür. Zəruri həyatı bacarıqlar deyəndə şəxsiyyət yönümlüdür. Samirə müəllimimiz qeyd edin, şəxsiyyət yönümlüdə hansı komponentlər var idi? Açar söz olaraq qeyd edirik biz bunu. Şəxsiyyət yönümlüdə olan komponentlər deyil, idrak. Dərk etmədir, idrakdır, ünsiyyətdir. Ay sağ ol. Psixomotor bacarıqlar. Psixomotor bacarıqdır, milli bəşəri dəyərlər. Bir daha deyirəm əziz müəllimlər, idrak, ünsiyyət, psixomotor bacarıq və milli bəşər dəyərlər ki, şəxsiyyət yönümlülükdə dediyimiz komponentlərdir. Bəli, bunlar birlikdə şəxsiyyət yönümünü formalaşdırır. Demək, müəllimimiz, deyirəm ki, uşaq ünsiyyətə girmir, əməkdaşlıq etmir. Hansı didaktik prinsipin tələbi pozulub burada? Ünsiyyətdə uşaq yönümlülük. Məncə ünsiyyət varsa, az öncə dedik, açar sözümüzdür. Bəlkə şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlülük. Yox, mən elə bildim ki, ünsiyyətə girmir, əməkdaşlıq da etmir. Aha. Bəli, demək ki, uşaqda hələ şəxsiyyət yönümlü formalaşmayıb. Yəni zəruri həyatı bacarıqlar. Yaxşı. Müəllim hər səhər uşağın idman etməsinə özən göstərir. Hansı didaktik prinsipin tələbinə görə? Fiziki hərəkətlərin yerinə yetirilməsi, hərəkət fəallığını artırır. Səhər fəaliyyətində, müəyyən fiziki hərəkətlər, bəlkə şəxsiyyət yönümlüdür. Çünki orada psixomotor bacarıqlar, orada da kiçik motorika, böyük motorika. Ay, sağ ol. Eyni zamanda bunu mən başqa cür dedim az öncə müəllimlərə, orqanizmin möhkəmləndirilməsi üçün aparılan tədbirlər. Yəni bu kimi situasiyalar harda gördünüzsə, sağlamlıq üçün etdiyimiz. Bax, bunlar hər biri aiddir şəxsiyyət yönümlüyə. Yaxşı. Müəllimə deyirəm, uşağın qidalanmasına, gün rejiminə diqqət edir. Hansı didaktik prinsipin tələbinə görə? Gün rejimi, qidalanma. Yəni də şəxsiyyət yönümlü ola bilərmi? Şəxsiyyət yönümlüdür, bəli, şəxsiyyət. Zəruri həyatı bacarıq formalaşdıram ona görə. Tərbiyəçi uşağa seçim haqqı verir. Hansı didaktik prinsipin tələbinə görə seçim haqqı verirəmsə? Uşaq yönümlülükdür də bu. Bəli, amma seçimini izah et desəm, o da uşaq yönümlülükdür. Yox. Seçim haqqı vermək doğru verir. İzah edir, şərh edir, fikir söyləyir, mühakimə yürüdür. Axı bu idrakla bağlıdır.
Düzdürmü? Yəni Bəli. aha, bax bunlar şəxsiyyət yönümlü tələb edir artıq uşaqda. Yaxşı. Demək uşağa seçim haqqı verdinsə ki, oldu mu? Seçdi. Bu uşaq yönümlüdür. Çünki uşağın maraqlarını nəzərə almış oldun sən. Seçdi özü. Amma deyirəm ki, niyə görə bunu seçdin? Deyə bilərsənmi? Oldu mu? Məsələn, deyirəm ki, uşaqlar böyüyəndə kim olacaqsınız? Uşaq deyir ki, müəllim. Deyirəm, niyə görə müəllim olacaqsan? Nə üçün müəllim olmaq istəyirsən? Bu kimi sual verirəmsə, artıq əsaslandıracaq mənə. Düzdür? Bəli, o artıq şəxsiyyət yönümlüdür. Dedik, hansı didaktik prinsipin tələbinə görə uşaqların portfilosu tutulur? Portfilo tutulur. Bax, portfilo qiymətləndirmə mahiyyəti daşıyır. Uşağın inkişaf dinamikasını dərk etməyə imkan verir. Uşağın inkişafını addım-addım izləməyə. İnkişaf yönümlüdür. Ay, sağ ol. İnkişaf yönümlüdür, doğrudur. Dedik, hansı didaktik prinsipin tələbinə görə tərbiyəçi müəllim uşağın nailiyyətlərini təhlil edir, qiymətləndirmə aparır? İnteqrasiya. Yox, qiymətləndirmə, nailiyyətin təhlili yenə inkişaf yönümlü olarmı? İnkişaf etdirirsən da. İnkişaf yönümlünün açar sözləri idi. Hansı didaktik prinsipin tələbinə görə deyirəm ki, uşaq müəyyən bir mətni hafizə ilə, idrakla dərk etməlidir, başa düşməlidir, qavramalıdır? Qavramalıdır. Bax, nağıl danışırsan, uşaq nağıl yadda saxlaya bilmir da. İndi mən sadəcə sizə mətin dedim. Mətini danışmırsan, uşaq anlaya bilmir, qavraya bilmir. Nə ilə bağlıdır bu? İdraçla bağlı ola bilər. Ay, sağ ol. Buna görə şəxsiyyət yönümlü deyirik, düzdür? Ay, sağ ol. Tərbiyəçi müəllim uşağın kiçik motorikasını nəzərə alırsa, hansı didaktik? Bu da inkişaf. Yox, nəzərə alır deyirəm, ha, diqqətli olaq Samirə müəllimə. Nəzərə alır, bəli. Hansı olacaq? Uşaq yönümlüdür. Amma desəydim ki, tərbiyəçi uşağın kiçik motorikasını inkişaf etdirir. İnkişaf etdirmək varsa, artıq ay sağ ol, şəxsiyyət yönümlü. Yəni bu sözlərə diqqət edirik. Yaxşı. Tərbiyəçi müəllim uşaqlara tariximiz, tarixi abidələrimiz haqqında məlumat verir. Tariximiz Azərbaycançılıqdır. Bəlkə şəxsiyyət yönümlüdür. Oyuna Azərbaycançılıqla qatışıram, şəxsiyyət yönümlü. Azərbaycançılıqda nədir əziz müəllimlər? Azərbaycançılıqda bayrağımız, gerbimiz, himnimiz haqqında məlumatlı olmaq. Yaxşı. Bax, bunu milli bəşəri dəyərlərlə qarışdırmayın, çünki dəyərlər bizim tariximizdir. Tarix haqqında məlumat vermək, aparıb göstərmək, gəzdirmək və yaxud da yenə deyirəm, izah etmək, məlumat vermək, bunların hər bir şəxsiyyət yönümlülükdə yer alır. Yaxşımı? Çünki onlar bizim dəyərimizdir, tariximizdir. Baxımdan elə bir yada salma edirsən. Yaxşı. Məsələn, mən deyirəm ki, uşaqları tutaq ki, İçəri şəhərə aparırıqsa, Qız Qalasına aparıramsa, Şəki Karvansarayına aparıramsa, hər bir tariximiz deyilmi? Bunlar hər biri şəxsiyyət yönümlüdür, düzdürmü? Şəxsiyyət yönümlüdür. Aha. Bayramların, tədbirlərin keçirilməsi. Bayramlar Bu da şəxsiyyət yönümlü ola bilərmi? Şəxsiyyət yönümlüdür, bəli. Aha. Deyirəm ki, müəllim uşaqlara ətraf mühiti qoruyaq mövzusunda məlumat verdikdən sonra uşaqları həyata çıxarır və birlikdə tullantıları yığırlar. Hansı didaktik prinsipin tələbinə görə? Tullantıları nəticə yönlülüdür. Məncə inteqrasiya edir də, bu daha maraqlı. Mövzunu keçsən, sonra aparıb uşaq həyətdə bunu göstərsən, inteqrasiya etmiş olmursan. Düzdürmü? Bəli. Əlaqələndirir. Müəllim bir uşaq üçün fərdi fəaliyyət təşkil edir. Çünki həmin uşaq qrup fəaliyyətlərində çətinlik çəkirdi. Tərbiyəçinin əməl etdiyi didaktik prinsip. Tərbiyəçi nə edib? Əgər bax qrupunda bir dənə uşağa fərdi yanaşırsan, fərdi yanaşma səbəbində odur ki, uşaq məsələn qrup fəaliyyətlərində çətinlik çəkir. Ay, sağ uşaq yönümlüdür. Ay, sağ. Çünki mən sizə orada qeyd eləmişəm ki, hətta imtahana belə bir sual düşmüşdü ki, tərbiyəçi müəllim məşğələ zamanı iş üsulunu, iş formasını öz maraqlarına əsasən seçir. Tərbiyəçinin pozduğu didaktik prinsip hansıdır? Deyəcək ki, bu uşaq yönümlüdür. İndiki situasiyada sənə başqa cür dedim. Yenə də gördünmü? Tərbiyəçi uşağın marağını nəzərə alıb da, yəni məcbur etməyib. Asosial uşaqdır. Nəzərə də alır, pozur da, həm də nəzərə də alır. Bu ikisi də uşaq yönlülük. Necədir? Əlbəttə uşaq yönlülük. Deyəcəm, sual belə olacaq ki,
verdiyi situasiya əsasən deyəcək ki, uşaq yönümlülüyünü pozub. Bu necə olur? Məsələn, deyirəm ki, tərbiyəçi asosial uşaqlar əziz müəllimlər, sosial olmayan uşağa deyilir. Asosial uşağı məcburi şəkildə kollektiv işə formasına sövq etdi, məcburi şəkildə. Müəllimin pozduğu didaktik prinsip deyəcəksən, uşaq yönümlülüyünü pozdu da. Pozdu. Amma əməl etdiyi nə olacaq? Müəllim deyirəm ki, az öncə dediyim kimi, fərdi fəaliyyət təşkil etdi bir uşaq üçün. Səbəb də o idi ki, uşaq qrup fəaliyyətlərindən çətinlik çəkirdi, qoşulmurdu. Oldu mu? Tərbiyəçinin əməl etdiyi didaktik prinsip nə oldu? Uşaq yönümlü. Çünki sən əsas məzmunu başa düşməlisən. Təsdiqdə də, inkarda da budur. Əməl edirsə uşaq yönümlüdür. Pozursa da uşaq yönümlüdür də. Onun təsdiqi də, inkarı da. Oldu mu? Məsələn, deyirəm ki, tərbiyəçi yalnız idraki inkişaf sahəsinə yönəlik təlim keçir. Digər inkişaf sahələrini bir-biri ilə əlaqələndirmir. Bu zaman deyəcəm ki, hansı didaktik prinsipi pozub? Deyəcəksiniz ki, inteqrasiya etməyib də, inteqrativliyi pozub. Pozduğu soruşdum. Yəni, bundan əvvəl sizə yalnız təsdiqdə verirdim. Amma indi inkarı verdim. Dedim, yalnız idraki inkişafa yönəlik təlim keçirsiniz. Digər inkişaf sahələrini əlaqələndirmirsiniz. Baxın, inkarını deyirəm. Nəyi pozursan sən? Açar sözünü də əlaqələndirməkdir. Pozduğun inteqrasiya. İnteqrativliyi pozmursan. Oldu mu? Oldu mənim. Aha. Yaxşı. Deyirəm ki, uşaq müzakirələrə qoşulmur. Bu zaman hansı didaktik prinsipin tələbi pozulub? Müzakirələrə qoşulmur. Müzakirələr qoşulmur. Aha. Bu da uşaq yönümlüdür. Məncə bu şəxsiyyət yönümlüdür. Yenə də onun idrak ilə bağlıdır. Düzdür? İdrak ilə bağlıdır. Dərk etmir, başa düşmür demək. Mühakimə yürütmür, əsaslandırmır, sübutlar gətirmir. Düzdürmü? Yenə də idrakla bağlıdır. Ona əsaslanaraq deyirəm. Yaxşı. Bəli. Yaxşı. Bəs desəydim ki, tərbiyəçi müəllim gündəlik əlində olan proqramla təlim keçir, amma uşaqlara sual cavab etmir. Bu zaman hansı prinsip pozub, onu da deyin. Bu da uşaq yönümlüdür. Yox, elə demədi yaxı. Sual cavab etmirsənsə, sən nailiyyətlərini təhlil etmirsən də, nəyəsə nəzərə almırsan. Onda nə olacaq? Nailiyyətlər inkişaf yönümlüdür. Ay, sağ ol. İnkişaf yönümlü. Oldu mu? Yadda qalsın. Təşəkkür edirəm müəllimə. Çox sağ olun. Çox sağ olun. Siz də sağ olun. Çox sağ olun. Minnətdarım. Çox sağ olun. Davam edək Xalidə müəlliməmizlə. Xalidə müəllimə. Xoş gördük müəlliməmiz. Xalidə müəlliməm, ilk öncə siz bizə deyin, hansı didaktik prinsipin tələbinə görə dedik ki, uşaqlarda zəruri həyatı bacarıqların formalaşdırılmasıdır? Zəruri həyat bacarığının formalaşdırılması şəxsiyyət yönümlülükdür. Ay, sağ ol, doğrudur. Şəxsiyyət yönümlülükdə hansı komponentlər var? İdrak, ünsiyyət, psixomotor bacarıq, bir də milli bəşəri dəyərlər. Ay, sağ ol, doğrudur. Uşaq təhsil proqramının məzmununda fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Bu tələb yönümlülük. Ay, sağ ol. Müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Varislik müəllimə. Aferin. Bəs təlimin məzmun komponentlərinin əlaqələndirilməsidir desəm? Bu inteqrativlikdir. Aferin sizə. Yaxşı, gəlin keçək situasiyamıza. Deyirəm ki, müəllim məşğələsini keçir, amma uşaqların maraqlarını nəzərə almır. Maraqlarını nəzərə almır. Bəli. Maraqlarını nəzərə almır. Nə? Uşaq yönümlülük. Deyirəm ki, uşaq şir obrazını canlandırmaq istəyir. Tərbiyəçi məcbur şəkildə deyir ki, yox, sən fil obrazını canlandıracaqsan. Tərbiyəçinin pozduğu didaktik prinsip. Uşaq yönümlülüyü Ay, sağ ol. Məcburiyyət varsa, bəli. Bəli. Tərbiyəçi qrupda daha çox təlimli fəal uşaqlar üzərində qurur. Digər uşaqların təlimdən kənar saxlayır. Yəni, uşaq yönümlülüyü pozulur. Ay, sağ ol. Düzdür. Tərbiyəçi müəllim deyirəm ki, əvvəlcədən planını, icmalını hazırlayır, məşğələyə daxil olur. Əvvəlcədən planını, icmalını hazırlayır, məşğələyə daxil olur. Nəticə yönümlülükdə müəllimə. Doğrudur. Deyirəm ki, müəlliməm,
Tərbiyəçi müəllim dövlətimiz, paytaxtımız, bayrağımız haqqında uşaqlara məlumat verir. Hansı prinsipə əsaslanaraq? Paytaxtımız Bəli. Dövlətimiz, paytaxtımız. bu Azərbaycançılıqdır da müəllim. Bəli. Ay sağ ol. Müəllim uşaqlara yemək yemə, özünü ifadə bacarıqlarını formalaşdırırsa, hansı didaktik prinsipin tələbinə görə? Şəxsiyyət yönümlülüyə. Ay sağ ol, doğrudur. Əlbəttə şəxsiyyət yönümlüyə, düzdür. Müəllim hər səhər uşağın sağlamlığı üçün onun idman etməsinə özən göstərir. Yəni bir növ sağlamlığın qorunmasıdır, gigiyena qaydalarıdır. Bax bunlara əməl edirsə tərbiyəçi hansı didaktik prinsipin tələbinə görə? Şəxsiyyət yönümlülük. Əlbəttə şəxsiyyət yönümlü, düzdür. Hətta qeyd elədim ki, az öncə gün rejiminə əməl edirsənsə, uşaqlarda zəruri həyati bacarıqlar formalaşdırırsan da, bu da şəxsiyyət yönümlü deyilmi? Zəruri həyat bacarıqları. Bəli, zəruri həyat Bəli, bax ona görə deyirəm. Yaxşı, tarixi günlər, abidələr, milli qəhrəmanlarımız haqqında məlumat vermək. Bu da şəxsiyyət yönümlülüyə aiddir də, milli bəşəriyyət. Ay sağ ol. Uşaqların fərdi və fərqli ehtiyaclarının nəzərə alınması. Necə müəllimə? Uşaqların fərdi və fərqli ehtiyaclarının nəzərə alınması. Fərdi və fərqli. Uşaq yönümlü olar, nəzərə almaq. Uşaq yönümlülükdür, bəli, uşaq yönümlülük. Orqanizm möhkəmləndirilməsi üçün aparılan tədbirlər. Şəxsiyyət yönümlülük. Ay sağ ol. Sanitar gigiyena qaydaları. Bu da şəxsiyyət yönümlülükdür, zəruri həyat bacarıqları. Ay sağ ol, düzdür. Uşağın portfelosunu tutursunuzsa hansı didaktik prinsipin tələbinə görə? Bu inkişaf yönümlülük müəllimə. Ay sağ ol, doğrudur. Diaqnostik qiymətləndirmə aparırsınızsa? Diaqnostik bu uşaq yönümlülükdədir. Ay sağ ol, düzdür. Dedi uşağın kiçik motorikasını nəzərə alırsınızsa? Kiçik motorikasını bu şəxsiyyət yönümlülükdədir. Nəzərə almaq dedim ha. Nəzərə almaq. Bu inkişaf. Nəzərə almaq varsa uşaq yönümlüdür, amma nəzərə almaq sözü var da. Amma kiçik motorikanı inkişaf etdirmək şəxsiyyət yönümlülükdə. Ay sağ ol, düzdür. Dedim ki, müəllim uşaqlarla məşğələni maraqlı, əyləncəli etmək üçün tutaq ki, fiziki belə deyək də mədəniyyət məşğələsini musiqi sədaları altında reallaşdırdı. Məşğələni əyləncəli, maraqlı etmək üçün. Maraqlı, əyləncə. O integrativlikdir. Əgər özləri prioritetli əyləncə üçün bunu edirsənsə, bu uşaq yönümlüdür. Əgər. Amma əyləncə sözü orada olmasa, maraq sözü olmasa, çünki mən cümləmin əvvəlində dedim ki, müəllim uşaqlar məşğələni maraqlı, əyləncəli. Marağına əsaslanaraq edibsə, uşaq yönümlüdür. Sadəcə desəydim ki, müəllim uşaqlara məşğələni keçən zaman fiziki mədəniyyət məşğələsini musiqi sədaları altında reallaşdırdı. Artıq sadəcə məşğələdən danışıram. Bəli, bu inteqrasiyadır. Oldu mu? Bəli. Müəllim hər bir uşağın marağına, inkişaf səviyyəsinə uyğun fəaliyyət seçir. Uşaq yönümlülükdə müəllimə. Müəllim uşaqları müzakirələrə qoşaraq özlərini ifadə etmə bacarıqlarını formalaşdırır. Bu şəxsiyyət yönümlülükdə. Ay sağ ol, doğrudur. Müəllim uşaqlara hekayəni danışır, amma uşaqlar hekayəni yadda saxlaya bilmir. Hansı didaktik prinsipin tələbi formalaşmayıb? Burada şəxsiyyət yönümlülükdə idrak formalaşmayıb. Aha. Uşaq öz fikrini sərbəst şəkildə ifadə edə bilmirsə, hansı formalaşmayıb? Burada da ünsiyyət, şəxsiyyət yönümlülükdə ünsiyyət. Uşaqlar bildiklərini tətbiq edirlərsə, hansı didaktik prinsipin tələbinə görə? Necə müəllimə, bir də sual. Uşaqlar öz bildiklərini tətbiq edə bilirlərsə? Tətbiq edə bilirlərsə, bu İnkişaf yönümlü, inkişaf yönümlü bildiklərini tətbiq edirsən. Dedim, inkişaf yönümlü tətbiq etmə mərhələsidir. Uşaqların öyrəndiyi o bilik və bacarıqların tətbiq edilməsi. İnkişaf yönümlü qiymətləndirmə aparıqda deyirəm ki, uşaqların bildiklərinin tətbiq olunması.
Yəni ki, uşaq. axı inkişaf yönümlü məqsədi nədir? Mövzunu keçirsən, sonra sual cavab edirsən ki, görün mən məqsədə çatmışammı? Uşaqda hansı bilik və bacarığı formalaşdırmışam? Düzdür? Bax bu İnkişaf yönümlü mahiyyət etibarilə nailiyyətin təhlilidir. Nailiyyətin də təhlili tətbiq etmədə olur da, qiymətləndirmə aparırsan, uşağa tapşırıq verirsən, işçi vərəqi verirsən. Uşaq burada ümumiləşdirir, qruplaşdırır, axtarıcılıq. Bunların hər biri inkişaf yönümlü deyilmi? İnkişaf yönümlüdür da, düzdür? Bəli. Dedim ki, açıq havada məşğələ keçəcəyini planlayan müəllim öncədən hazırlıq edir, planını qurur, düzənini qurur. Nəticə yönümlülükdə Ay, sağ ol, doğrudur müəllimimiz. Siz mənə varisliyin açar sözlərini özünüz deyin. Varisliyin açar sözləri. Aha, varislik. Açar sözləri arasında ya da salaq. Aha. Yaşlar arasında mövzunu düzgün keçid etmək. Aha, məsələn, yəni böyük qrupa keçdiyi məşğələni orta qrupa keçməməliyəm. Aha. Bəli, bir də sadədə mürəkkəbə dərsi keçmək. Aha. Bir də yaş səviyyəsini mövzu ilə eynilik təşkil. Ona görə deyəndə ki, mövzunu uşağın yaşına uyğun seçmək, yadda saxlayın ki, bu varislik oldu. Oldu mu? Bir də nəzəri olaraq bunu yaddan çıxardın ki, müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Yəni, bir-birini tamamlama gördünsə, bilin ki, söhbət varislik didaktik prinsipimizdən gedir. Yaxşı? Ay, sağ ol, doğrudur. Təşəkkür edirəm sizə. Çox sağ olun, əziz müəllimimiz. Çox sağ olun. Davam edək Subhanə müəlliməmizlə. Subhanə müəllimə. Xoş gördük Subhanə müəllimə. Uyğunsuz? Bəli. Aha, o zaman başlayaq sizinlə. Hansı didaktik prinsipin tələbinə görə dedik ki, məzmunun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında müəyyən edilməsidir. Nəticə yönümlü. Ay, sağ ol. Uşaqların meyl və maraqlarının nəzərə alınmasıdır. Uşaq yönümlü prinsip. Aferin. Uşaqlarda zəruri həyatı bacarıqların, dəyərlərinin formalaşdırılmasıdır. Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülükdə hansı komponentlər var? İdrak, milli bəşəri dəyərlər, psixomotor bacarıqlar, kiçik qaçma, tullanma, kiçik motorika, onlardır. Bir də ünsiyyət. Demək, idrak, ünsiyyət, psixomotor bacarıq, milli bəşəri dəyərləri qeyd etdiniz. Doğrudur müəlliməmiz. Yaxşı. Deyirəm ki, uşaq ünsiyyətə girmir, özünü ifadə edə bilmir. Hansı didaktik prinsip formalaşmayıb? Şəxsiyyət yönümlülük. Düzdür. Hansı didaktik prinsipin tələbinə görə deyirəm, müəllim nağıl danışır, uşaq nağıl yadda saxlaya bilmir. Hansı didaktik prinsip formalaşmayıb? Şəxsiyyət yönümlülükdə idrak. Ay, sağ ol. Hansı prinsip əsasən uşaqların motor bacarıqları nəzərə alınmalı deyirəm? Şəxsiyyət yönümlülükdə psixomotor bacarıq. Yox, nəzərə almaq dedim axı, diqqətli olaraq. Nəzərə almaqsa uşaq Ay, yönümlülük. sağ ol. Bəs hansına əsasən dedim ki, uşağın motor bacarıqlarını inkişaf etdiririk? Psixomotor bacarıqları. Ay, şəxsiyyət yönümlüdür, düzdür. Müəllim keçdiklərini həyatla əlaqələndirir. İnteraktivlik, İnteqrasiyadır, doğrudur. Hansı prinsip əsasən uşaqlar öz seçimini izah edirsə? Hansı didaktik? İzah edir dedim, seçim haqqı vermirəm. Öz seçimini izah edir, şərh edir, fikir söyləyirsə, şəxsiyyət yönümlü olar. Öz seçimini izah edən uşaq. Amma desəydim ki, uşağa seçim haqqı verirəm. Uşaq yönümlülük. Ay, sağ ol, düzdür. Hansı prinsipin tələbinə görə uşaqların portfoliosu tutulmalıdır? Uşaq yönümlülük, yox, tələb yönümlülük. Məncə inkişaf yönümlü. Çünki qiymətləndirmə mahiyyəti daşıyır da, düzdür? Dedik ki, müəllimə, orqanizm möhkəmləndirilməsi üçün aparılan tədbirlər? Şəxsiyyət yönümlülük. Düzdür. Tariximiz haqqında, qəhrəmanlarımız haqqında uşaqlara məlumat vermək? Şəxsiyyət yönümlülük. Düzdür. Uşaqların fərdi və fərqli ehtiyaclarının nəzərə alınması? Uşaq yönümlülük müəllimə. Ay, sağ ol, nəzərə almaq varsa düzdür. Sanitar gigiyena qaydaları? Şəxsiyyət yönümlülük müəllimə. Aha. Deyirəm ki, uşaq fil obrazını canlandırmaq istəyir. Tərbiyəçi isə məcbur şəkildə ona siçan obrazını canlandırmasını istəyir. Hansı prinsip pozulur burada?
Uşaq yönümlülük. Ay sağ ol. Tərbiyəçi qrupda asosial uşaqları məcburi şəkildə qruplarla iş formasına sövq etdi. Pozduğu prinsip. Pozduğu. Tərbiyəçinin pozduğu. Uşaq yönümlülük. Ay sağ ol. Məcburiyyət varsa uşaq yönümlü pozulub. Yaxşı. Tərbiyəçi qrupda daha çox maddi imkanı çox olan uşaqlarla işləyir. Digər uşaqları təlimdən kənar qoyur. Pozduğu prinsip. Didaktik prinsiplərimizə nəyi pozur o? Uşaq yönümlülük pozur. Ay sağ ol. Uşaq yönümlülüyünü pozur əlbəttə ki. Müəllim uşağın fiziki hərəkətləri etməsinə özən göstərir. Bu zaman uşaqda hansı? Şəxsiyyət Ay sağ ol. Düzdür. Müəllim gün rejiminə əməl edir. şəxsiyyət yönümlülük. Gün rejiminə əməl edir. Doğrudur. Müəllim uşaqlarda ilk plan üzrə ardıcıl şəkildə işləyir və sadədən mürəkkəbə prinsipinə əməl edir. Varislik. Aha. Doğrudur müəllimimiz. Müəllim uşaqlara hekayəni danışarkən şəkillər və kuklalardan istifadə edir. Tələb yönümlülük. Niyə təkələb yönümlü dedi? Məncə videorolik deyil, şəkil kukla dedimsə illüstrasiyalardır. Şəkil. Yönümlülük. Uşaq yönümlüdür. Ay sağ ol. Amma videorolik desəm. Onda tələb yönümlülük. Ay sağ ol. Düzdür, tələb yönümlü. Demişdim, o məsələlərə diqqət edin. Videorolik varsa tələb yönümlüdür. Çünki dövrlə ayaqlaşan müəllim. Bugün slaydlar hazırlayırsınızsa, məşğələni reallaşdırırsınızsa, bu tələb yönümlüdür. Oldu mu? Yeni interaktiv təlim metodlarından istifadə edə bilirsiniz. Dedim ki, müəllim uşaqlara müzakirələrə qoşaraq özünü ifadə etmə bacarıqlarını formalaşdırır. Hansı didaktik prinsipin tələbi? Şəxsiyyət yönümlülük, ünsiyyət pozulur. Aha, müəllim hər bir uşağın marağını, inkişaf səviyyəsini nəzərə alırsa? Uşaq yönümlülük. Aha. Doğrudur müəllimimiz. Deyirəm, tərbiyəçi müəllim ətraf mühitin qorunması mövzusunu izah edərkən bu məlumatı onları gündəlik həyat ilə əlaqələndirir, həyata aparır və göstərir. Əlaqələndiribsə inteqrasiya. İnteqrasiyadır, ay sağ ol, əlbəttə inteqrasiyadır. Deyirəm ki, tərbiyəçi müəllim uşaqlara məsələn, fiqurlar haqqında mövzu keçərkən müxtəlif rəngdə olan ölçüdə dairə, kvadrat, üçbucaq fiqurlarını göstərir. Şəkillərlə eləyirsən. Ay sağ ol, ay sağ ol. Bəli, yenə də uşaq yönümlü düzdürmü? Bir növ əyani vəsaitlərdən istifadə etdi, illüstrasiyalardan, şəkillərdən, kartlardan. Çünki uşaqlar bu şəkildə, əyani vəsaitlər şəkildə daha mükəmməl şəkildə mənimsəyirlər və burada da uşaqların meyl və maraqları nəzərə alındığı üçün biz onu götürürük uşaq yönümlü. Yaxşı? Bəli. Ay sağ ol, düzdür. Deyirəm ki, tərbiyəçi müəllim tutaq ki, turp nağılını danışdıqdan sonra onu səhnələşdirir. Hansı didaktik prinsipin tələbinə görə turp nağılını danışdıqdan sonra onu səhnələşdirir. Əlaqələndirdiyinə görə interaktivlik. Ay sağ ol, doğrudur. Əlaqələndirdiyi üçün inteqrasiya. Müəllim çox gözəl məşğələ keçir, amma sonunda uşaqlara işçi vərəqləri vermir. Qiymətləndirmir. Ay sağ ol. Nailiyyətləri pozur da, düzdür? Nailiyyətlərin təhlili isə bu inkişaf yönümlüdür, düzdür. Desəydim ki, müəllim çox gözəl məşğələ keçir bu dəfə, amma marağını nəzərə almış. Uşağın marağını nəzərə almış. Ay sağ ol, uşaq yönümlü. Bir də siz mənə deyin ki, tərbiyəçi müəllim yalnız idraki, belə deyək də, inkişaf sahəsinə yönəlik təlim keçir. Və digər yox, qulaq asın. Deyirəm, idraki inkişaf sahəsinə yönəlik təlim keçir. Digər inkişaf sahələrini bir-birlə əlaqələndirmir. Nə pozur? O zaman inteqrativliyi, inteqrasiya. Bir dənə bu sualıma cavab verin. Müəllim uşaqların idraki fəallığını yoxlayır, təhsil nailiyyətlərini davamlı şəkildə təhlil edir. O hansı prinsipə əməl edir? Nəticə yönümlülük. Diqqətli olaq. İdraç fəallığını yoxlayır, nailiyyətini təhlil edir, ha? İdraç fəallığını yoxlayır. Təhlil edirsə müəllimə? Nailiyyətini təhlili. Qiymətləndirmə mahiyyəti daşımır. Uşaq yönümlülük. Bəlkə inkişaf yönümlülük. Həmən inkişaf yönümlülüyü mən çaşdırıram. Deyim sizə, inkişaf yönümlülükdə nailiyyətin təhlilidir. Bax, elə bir mövzunu keçmirsən, uşağın marağını nəzərə almırsan, amma sual cavab etmirsən.
qiymətləndirmirsən, nailiyyətini təhlil etmək mahiyyəti odur. Və sonda bu nailiyyəti necə təhlil edirik? İşçi vərəqi veririk. Oldu mu? Tapşırıq verir A4 vərəqlərində. Uşaq burada uyğunlaşdırır, qruplaşdırır, ümumiləşdirir, eyniləşdirir. Bax, bunlar hamısı uşağın idraki fəallığını artırır. Az öncə dərsimizə başlayanda müəllimlərimizdən bir sual verdi ki, müəllimə, bax, burada da idrak yazmışdınız asar sözümüzdə. İnkişaf yönümlülükdə də idrak fəallığı var. İzah elədim ki, şəxsiyyət yönümlüdə olan idrakımız uşağın anlaması, qavramasıdır. Situasiya necə düşəcək? Müəllim nağıl danışır, uşaq nağıl yadda saxlaya bilmir. Səbəb də onun anlaması, qavraması ilə bağlıdır. Düzdürmü? Bu uşağın üzərinə düşürdü bu öhdəlik. Amma bir də var ki, bizim öhdəliyimiz nədir? İnkişaf yönümlüdə biz uşağı mövzu keçəndən sonra sual-cavab etməliyik. Görək uşaqda bilik və bacarıq formalaşdırmışıqmı? Sual-cavab etməliyik və ya işçi vərəq verməliyik, tapşırıq verməliyik ki, bu tapşırığın da mahiyyəti ondan ibarətdir ki, uşağın nailiyyətlərini təhlil edirsən, yəni qiymətləndirirsən. Oldu mu? Bax, ona görə də qiymətləndirməyə aid sual düşəndə, sual-cavab etmirsənsə, tapşırıq vermirsənsə, deyəcəksiniz ki, müəllimə inkişaf yönümlü pozulub və yaxud da əməl edibsə, deyəcəksən inkişaf yönümlü əməl edib. Oldu mu əziz müəlliməmiz? Ay, sağ olun. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm. Davam edək İlahə müəlliməmizlə. İlahə müəllimə. Sağ olun, könül mənim axşamınız xeyir. Xoş gördük əziz müəlliməmiz. Demək, Yəni işitlər. siz bizə deyin müəlliməmiz. Deyirəm ki, müəllimə, hansı didaktik prinsipin tələbinə görə qeyd edirəm ki, təhsil proqramının məzmununda fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Tələb yönümlü olar, fərdin, cəmiyyətin, dövlətin tələbləri adı ilə bağlı. Olar mı tələb yönümlü? Uşaqlarda zəruri həyati bacarıqların formalaşdırılmasıdır. Uşaqlarda Bu zəruridirsə, yəni şəxsiyyət yönümlü. şəxsiyyət yönümlüdür, düzdür. Təlimin məzmun komponentlərinin əlaqələndirilməsidir. Əlaqə sözü varsa, açar sözümüz idi. Əlaqə, əlaqələndirmək, inteqrativlik, yaxşı, inteqrasiya. İnteqrativlik. Yaxşı. Müəllim uşaqlara tariximiz, tarixi abidələrimiz haqqında məlumat verir. Hansı didaktik prinsipin tələbinə görə müəllimə? Tarixi abidələri, şəxsiyyət yönümlü. Ay, sağ ol, düzdür, şəxsiyyət yönümlüdür. Düzdür, milli bəşəri dəyərlər. Müəllim uşaqları içəri şəhərə aparır, qız qalasına aparır. Bəli, bəli. Aha, bu da şəxsiyyət yönümlüdür, elədirmi? Müəllim əlində olan gündəlik proqramla təlim keçir. Amma uşaqları sual-cavab etmir. Hansı prinsipi pozur? Hansı didaktik prinsipi pozulub burada? Şəxsiyyət yönümlü. Məncə sual-cavab etməyibsə, inkişaf yönümlü pozulub. Çünki nailiyyətini təhlil etməyib də qiymətləndirmə aparmayıb. Yaxşı? Ay, sağ ol. Deyirəm ki, müəllim uşaqların idrak fəallığını yoxlayır, təhsil nailiyyətlərini davamlı şəkildə təhlil edir. Bu hansı prinsipə əməl edir? Bax, açar sözlərini deyirəm. İdrak fəallığını yoxlayır, nailiyyətlərini... Ay, sağ ol. Bəli, inkişaf yönümlüdür, düzdür. Müəllim çox gözəl məşğələ keçir, amma ilin sonunda hansı uşaqda hansı nailiyyətlər əldə edəcəyini bilmir. Hansı prinsip pozulub? Bax, ilin sonunda bilmir. Demək, sən produktiv müəllim deyilsən. Müəllimlə produktiv nəticəli olmaq deməkdir. Yəni, nəticəli müəllim deyilsən. İlin sonunda. Ay, sağ ol. Bəli. Müəllim gün rejimini qurur və buna əməl edir. Hansı didaktik prinsipin tələbinə görə? Gün rejimini qurur. Aha. Necə idi müəllimə, bir də zəhmət olmasa. Gün rejimini qurursa, aha. Nə ola bilər bu? Bax, uşaqlarda zəruri həyatı bacarıq formalaşdırırsan da gün rejiminə əməl edirlər. Hər səhər şəxsiyyət yönümlüdür. Bəli, əlbəttə şəxs. Deyirəm ki, müəllim sağlamlıq imkanı məhdud olan uşaqlara daha çox gözləmə vaxtı verir. Daha çox onlarla məşğul olur. Bu zaman onun pozduğu didaktik prinsip.
Bax, sən uşaqlarda ayrı seçkiliyə yol verdin də, bərabər imkanları pozdun da. Uşaq yönümlü. Ay, sağ ol, uşaq yönümlüdür, doğrudur müəlliməmiz. Deyirəm ki, uşaqlarda yemək yemədir, özünü ifadə etmə bacarıqlarını tərbiyəçi formalaşdırmayıbsa, hansı didaktik prinsipin tələbi pozulub? Uşaq yönümlülük prinsipi. Yemək yemə, özünü ifadə etmə, bu uşaq izah edəcək, şərh edəcək, özünü ifadə edəcək. Yemək yemə də zəruri həyati bacarıqdır, formalaşdırmısan sən bunları etmisənsə, şəxsiyyət yönümlü olar. Bəli, şəxsiyyət yönümlü. Şəxsiyyət yönümlüdür. Çünki zəruri həyati bacarıqlar dedim, düzdür? Dedik, diaqnostik qiymətləndirmə aparıramsa, hansı didaktik prinsipin tələbinə görə? İnkişaf yönümlülük. Diaqnostik qiymətləndirmə aparmaq uşaq yönümlüdür. Uşaq yönümlü. Yaxşı. İnkişafın izlənilməsi, yekun hesabat, bax bu qiymətləndirmələr adından da göründüyü kimi qiymətləndirmə deyirəm. İnkişaf yönümlü olar. İnkişaf yönümlülükdür. İnkişaf yönümlüdür. Diaqnostik qiymətləndirmə uşaqdır. Çünki mahiyyət etibarilə uşağın potensialı nəzərə alınır burada. Düzdürmü? Marağı, dünya görüşü. Ona görə uşaq yönümlü götürdü. Tərbiyəçi iş formasını, iş üsulunu öz marağına əsasən seçir. Hansı prinsipi pozur? Hansı? Uşaq yönümlülük prinsipi. Ay, didaktik prinsiplərdən uşaq yönümlülüyünü pozur. Tərbiyəçi uşağa seçim haqqı verir. Hansı didaktik prinsipin tələbinə görə? Uşaq yönümlülükdədir. Aha, amma seçimini izah et, şərh et desəm? İzah etmək. Aha, əsaslandırma, sübutlar gətirmə, şəxsiyyət yönümlü olar. Bəli, Ay, sağ ol. Uşağın portfoliosunun tutulması. Bu da portfolio mahiyyətini tez yada salırsan ki, qiymətləndirmə mahiyyəti daşıyır da, nailiyyətləri izləməyə imkan verir. İnkişaf yönümlü, inkişaf yönümlü. Yaxşı? İnkişaf. Portfolionun tutulması inkişaf yönümlüdür. Çünki portfolionun ilk anlayışı olaraq biz bunu Emiliyada irəli sürmüş tələblərdən biri idi ki, orada onun adı flowchart idi. Və portfolio deyirdi ki, uşağın inkişaf dinamikasını dərk etməyə imkan verir. İnkişafını addım-addım izləməyə imkan verir. Bax, adından da göründü. Demək, onda inkişaf yönümlü olacaq da. Yaxşı. Bəli. Müəllim keçdiklərini həyatla əlaqələndirir. Bu integrativlik. Ay, sağ ol. Düzdür. Hansı didaktik prinsipin tələbinə görə dedim, uşaq mətni, müəyyən bir mətni hafizə ilə, idrakla dərk etməlidir, başa düşməlidir, qavramalıdır. Anlamaq, qavramaq varsa? Anlamaq, qavramaq. Aha. Bu O, sağ ol. Ay, sağ ol. Bəli, doğrudur. Təşəkkür edirəm sizə də. Bu da şəxsiyyət yönümlüdür. Doğrudur. Çox sağ olun. Qiyafət müəlliməmizlə davam edək. Axşamınız xeyir müəllimə. Xoş gördük qiyafət müəlliməm. Demək ki, siz bizə deyin müəlliməm. Deyirəm ki, təlim zamanı uşaqların meyl və maraqlarının nəzərə alınması. Hansı didaktik prinsipdir? Meyl və maraq nəzərə alınırsa, açar sözümüz. Nəzərə almaq. Meyl və marağın nəzərə alınması. Uşaq yönümlü olar. Bəli, uşaq yönümlüdür. Uşaqlarda zəruri həyat bacarıqların formalaşdırılması. Bəli, bu da uşaq yönümlüdür. Yox, qulaq asın. Uşaqlarda zəruri həyatı bacarıq varsa, bu şəxsiyyət yönümlüdür. Bəli. Aha. Uşaqların təhsil nailiyyətlərinin davamlı təhlilidir. Onlarda bilik və bacarıq vərdişlərinin inkişafının təmin olunmasıdır. Müəllimə, nailiyyət sözü varsa inkişaf yönümlülükdür. Ay, sağ ol. Təhsil proqramının məzmununda fərdin, cəmiyyətin, dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Tələbin nəzərə alınması. Müəllimə, tələb yönümlülük. Bəli. Müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birini tamamlamasıdır. Varislik. Ay, sağ ol. Dedik ki, müəllimə, hansı didaktik prinsipin tələbinə görə uşaqlara seçim haqqı verilir dedik? Seçim verilir.
Uşaq yönümlülük müəllim. Bəli. Amma seçimini izah et desəm, Şəxsiyyət yönümlülük. düzdür. Müəllim uşaqlarda orqanizm möhkəmləndirilməsi üçün müəyyən tədbirləri reallaşdırır. Bu hansı didaktik prinsipin tələbinə görədir? Tərbiyəçi müəllim orqanizm möhkəmləndirilməsi üçün aparılan tədbirlər hansı didaktik prinsipin tələbinə görə ola bilər? Şəxsiyyət yönümlü olar. Demək müəlliməmiz, qeyd elədim ki, orqanizm möhkəmləndirilməsi üçün aparılan tədbirlər şəxsiyyət yönümlüdür. Düzdür? Bəli. Tərbiyəçi müəllim qəhrəmanlarımız haqqında uşaqlara məlumat verir. Hansı didaktik prinsipin tələbinə görə? Müəllimə qəhrəmanlar Şəxsiyyət yönümlü olar. Bəli, olar. İrqindən, dinindən, cinsindən asılı olmadan hər kəsə hörmət etmək. Hansı didaktik prinsipin tələbinə görədir bu? İrqindən, dinindən, cinsindən asılı olmadan hər kəsə hörmət etmək. Müəllimə uşaq yönümlülük olar. Məncə bu şəxsiyyət yönümlülük milli bəşəri dəyərlərdə onu qeyd eləmişəm. Ki, hər kəsə hörmət edirsən. Oldu mu? Bəli. Qeyd elədik ki, uşaqların fərdi və fərqli ehtiyaclarını nəzərə alıramsa hansı didaktik prinsipin tələbinə görə? Fərdi və fərqli ehtiyaclarını nəzərə alıramsa? Nəzərə almaq sözünə diqqət edin. Açar sözümüzdür. Müəllimə uşaq yönümlülüyə aid. Bəli, uşaq yönümlüdür. Tərbiyəçi müəllim səhər fəaliyyətində uşaqların idman etməsinə özən göstərir. Hansı didaktik prinsipin tələbinə görə? Müəllimə uşaq yönümlülük olar belə. Məncə şəxsiyyət yönümlü olar. Çünki fizik hərəkətlərin icra olunması, psixomotor bacarıqların inkişafı, psixomotor bacarıqlar dedikdə kiçik motorika, böyük motorikanın inkişafı nəzərdə tutulur, düzdür? Bəli. Hansı didaktik prinsipin tələbinə görə tərbiyəçi müəllim bərabər imkanları qorunmalıdır? Uşaqlar arasında bərabər imkanları qoruyursa, Müəllimə tələb yönümlülükdür. məncə uşaq yönümlüdür. Hər kəssə, bəli, eyni yanaşırsa, ayrı seçkiliyə yol vermirsə, oldu mu? Bərabər imkanları qoruyursa, uşaq yönümlü əməl edir. Yaxşımı? Məsələn, deyirəm ki, tərbiyəçi müəllim məcburi şəkildə uşağı oyun fəaliyyətinə sövq etdi. Tərbiyəçi hansı prinsipi pozdu? Pozdu. Uşaq yönümlünü. Uşaq yönümlülüyü, Çünki bəli. məcburiyyət olmaz. Uşağa seçim Olmaz, veririk, bəli. marağını nəzərə alırıq, bərabər imkanları qoruyuruq. Bunların hər biri uşaq yönümlünün açar sözləridir. Yaxşı. Bəli. Uşağa seçim haqqı veririk. Bəs seçimini izah et desəm, Müəllimə seçimini izah et, şərh et, fikir söylə, arqument gətir, mühakimə yürüt. şəxsiyyət yönümlülük. Bəli, şəxsiyyət yönümlüdür, doğrudur. Tərbiyəçi deyirəm ki, belə deyək də, fiziki mədəniyyət məşğələsində musiqi sədaları altında icra edir və yaxud da riyaziyyat məşğələsində tərbiyəçi müəllim fiziki mədəniyyət məşğələsi ilə əlaqələndirir. Məsələn, 5 deyəndə 5 dəfə ayaqlarını yerə vurmağı tapşırır. Bəli. İntegrativlikdir də bu fənlər arası əlaqə. Yox, aha, bizdə fənlər arası yoxdur. Aha, mövzuların əlaqələndirilməsi, düzdürmü? Aha, mövzuların əlaqələndirilməsi də doğrudur müəllimə. Yaxşı, deyirəm tərbiyəçi müəllim uşaqların belə deyək, portfilosunu tutursa, Müəllimə portfeli varsa bu inkişaf yönümlülüyə ay aiddir. sağ ol. Tərbiyəçi uşağın potensialını nəzərə alırsa, Potensial müəllimə bu nəyə aid oldu? nəzərə almaq dedim. Açar sözündür. Potensial nəzərə almaq. Yəni, Nə olar? bu da inkişaf yönümlülükdür. Yox, nəzərə almaq uşaq yönümlüdür. Yaxşı. Potensialı nəzərə almaq dedim. Nəzərə almaq varsa uşaq yönümlünün açar sözdür müəlliməmiz. Deyirəm, çox gözəl məşğələ keçirsiniz. Amma məşğələnin sonunda uşaqlara sual cavab etmirsən. Hansı didaktik prinsipi pozursan? Uşaq yönümlülüyü. Məncə inkişaf yönümlüdür. Çünki nailiyyəti təhlil etmədin. Çünki qiymətləndirmə aparmadın. Çünki uşaqlara işçi vərəqləri vermədin. Çünki uşaqlara sual cavab etmədin.
Ona görə də inkişaf yönümlülüyünü pozduq. Yaxşı. Çünki qiymətləndirmə aparmırıqsa əziz müəllimlər, yəni nailiyyətini təhlil etmirikdə inkişaf yönümlülüyünü pozmuş olduq. Yaxşı, bəs hansı didaktik prinsipə tələbinə görə deyirəm ki, tərbiyəçi müəllim uşaqların motor bacarıqlarını nəzərə alır? Hansı didaktik prinsipin tələbinə görə uşağın motor bacarığı nəzərə alınır? Açar sözümüzə bax, nəzərə alınır. İdrak yönümlülük Ay, də. sağ ol. Amma desəydim ki, motor bacarığı inkişaf etdirilir, inkişaf. O da şəxsiyyət Ay, yönümlülüyə. sağ ol, aferin. Təşəkkür edirəm sizə də müəllimə, çox sağ olun. Sağ olun, siz sağ olun. Belə əziz müəllimlər, artıq dərsimiz yekunlaşdı. Hər birinizə təşəkkür edirəm.